Assalamun aleyküm dədə balası, hər vaxtınız xeyir olsun. Hər zaman qeyri-adi gözəlliyə sahib olan evlərlə sizin huzurunuza çıxıram. Bu dəfə də sizin üçün bir dənə gözəl bağ evi tapmışam. Çayları süzün, popcornu partladın, videomuz çox uzun olacaq. Çırt da çırt, çırt da çırt, yeyə izləyin. Xüsusən də bağ evi həvəskarları. Bir dənə sizə bağ tapmışam. Bravo, bravo, bravo. Deməli 78 metrə həyətin uzunluğudur. 78 metrə. Baba. 24 metrə həyətin enidir. Ev düz həyətin ortasında yerləşir. Gəlin gedək. Bax, evin qarşısı da bağdır. Arxası da bağdır. Dəhşətdir. Çox uzun olacaq video. Diqqətlə izləyirik. Bir dənə bu gözəlliyə baxın. Bir dənə bu yaşıllığa baxın. Hər cürə meyvə ağacları əkilib burada. Hər cürə. Bu səhv eləmirəmsə gavalıdır. Göyəmdir bu deyəsən. Göyəmdir. Bax. Albalı, nə bilim, gilas, nə istəyirsən var. Bu muşmula. Muşmulanı kim deyə bilər? Muşmula nə deməkdir? Biz buna muşmula deyirik. Dalışlar buna muşmula deyir. Siz nə deyirsiniz? Komentariyalarda yazın. Həyətin quyusu var. Dəmir bakı var. Bu da evdir də. Bu evin gözəlliyinə bir dənə baxın. Evin terasına bir dənə baxın. İndi evin içinə də girəcəyik. Hələ bu videonun yarısı evin həyətində gedəcək. Həyətində. Gəlin. Gəlin. Deməli, evin uzunluğu 14 metrədir. Eni 11 metrədir. Deməli, 150-150, 300 kvadrat metrdən ibarət olan evdir. Tam təmirlidir. İçində əşyalar da var. Bütün əşyalarla bir yerdə satılır. Nə bilim, krosnasına kimi var. Kamera nəzarət sisteminə kimi var. Ev sahibi xaricdə yaşayır. Birbaşa kameradan nəzarət edir evinə. Hal-hazırda da bizi izləyir. Evin arxa qapısına baxın. Çorny выход. Qaçma üçün deyə bu. Bravo. Bir dənə də burada var qapı. Baxın. Bir dənə də balaca qapı burada var. Bu evin arxa tərəfidir və arxa tərəfi düşür hara? Xəzər Palasa gedən yolun düz üstünə. Bu yol boyunca həyət 24 metrədir. Çox qəşəng ölçüləri var. Ürəyiniz istəyən kimi burada bir dənə obyekt də tikə bilərsiniz. Təbii ki, burada həyətin yay mətbəxidir. Baxın. Gəlin. Bura yay mətbəxidir. Mətbəxin digər tərəfində bir dənə sklad yerləşir. Bir dənə də naves yerləşir. Belə söhbətgah yerləşir. Gedək ona da bir dənə baxaq yaxşı. Gəlin. Baxın. Görürsünüz nə gözəl ağaclar. Həyətin yaşıllığına bir dənə baxın. Qurban olduğum cənub zonası. Qurban olduğum Lənkəran. Yoxdur da bu gözəllik. Bu gözəllik dünyanın heç bir yerində yoxdur. Heç kim bizdən inciməsin. Bütün rayonlarımız bizə əzizdir. Onun Şuşası da, nə bilim, Qarabağı da, digər rayonlar da hamı bizə əzizdir. Amma bu gözəllik Azərbaycanın heç bir yerində yoxdur, ola da bilməz. Cənub zonasının təbiəti fərqlidir hər birindən. Təsadüfi deyil ki, 9 iqlimimiz var, onun 7-si cənub zonasındadır. Elə-belə deyil ha. Gəlin getdik indi evin içərisinə daxil olaq. Evin içərisinə buradan da daxil ola bilərik. Amma bağlamışıq. Gəlin qabaqdan keçək. Gəlin. Gəlin evin qarşısından daxil olaq evə. Super deyə super. Möhtəşəmdir. Özəki qırmızı kərpicləndir ya. Yəni baxın. Qırmızı kərpici də elə düzüblər mıncıq kimi. Gəlin daxil olaq evin içərisinə. Şapşuplarımız da burada hazır. Gəlin. Biz şapşup deyirik, şapşup. Daxil olan kimi bir dənə belə teras tipli bir yer yaradıblar. Yəni iş görmək üçün, xeyir-şər üçün. Biz indi el arasında xeyir-şər deyirik, amma ümid edirik ki, bu evi alan insan burada ancaq elə xeyir iş görər. Qəşəng baxın, burada moykalar düzəldiblər. Necə lazımdır. Buradan da bir dənə mətbəx var. Görürsünüz. Baxın. Hər şey yüksək səviyyədədir.
Elə soyuducusunun qiyməti falan qədərdir, Hoffman'dandır. Hər bir şey var. Hər bir şey qaydasında. Paltaryan maşınına kimi və buradan daxil oluruq birinci mərtəbədəki zala. Böyük bir zaldır. Televizoruna kimi var. Hər bir şey yüksək səviyyədə. Tavan, taxta, döşəmə, taxta. Divarlar da maye aboy. Dekorlar da öz yerində. Bunlar indi görüntülərdə siz xırda-xırda görürsünüz. Hər bir şey incəliklə, zövqlə tamamlanıb. Bu pilləkənin altıdır, burada ambardır. Da bura açıb göstərmirik. Artıq əşyalarınızı ora yığırsınız. Gəlin qalxaq yuxarı. Bəli, burada da tavan, taxta, döşəmə, taxta və buradan eyvana çıxış var. Bir dənə eyvandan gözəlliyi sizə nümayiş etdirim. Daha sonra daxil olaq evin içinə. Bax. Çizə, hə? Yoxdur da bu Talışın gözəlliyi heç yerdə. Bura bax. Və buradan o tərəfə dənizdir ya. Bu yol bizi, gördüyünüz bu yol bizi düz aparır dənizə. Hardasa 1 kilometr qarşıda dənizdir. Bax gözəlliyə bax. Yeyib içmək zonası deyə burada. Otur, yeyi iç. Yeyi iç. Bir dənə yeka burada, bir dənə stol atsan. Bəh. Pənco. Bura sanitar qovşağıdır. Xırdaca bir göz gəzdirək bura. Sanitar qovşağıdır. Və burada bir dənə kiçik otaq var. Buna da göz gəzdirək. Nəzərinizə çatdırım ki, ikinci mərtəbənin divar kağızları vurulmayıb. Çünki bir daha qeyd edilən ev sahibi heç bu evdə demək olar ki, yaşamayıb. Bir dənə otaq buradadır. Neçə otaq oldu? 2 otağı saymışıq artıq. Daba milli. Bir dənə burada böyük zaldır. Və bu zaldan da 1, 2, 3 dənə otaq. Neçə oldu? 4 dənə burada, 2 dənə çöldə. 6 dənə otaq var bu evdə. Bura yataq otağıdır və yataq otağının bütün təchizatı var. Yəni çarpayısı, şifoneri, nə bilim termosu və s. Və belə. Bura bir dənə balaca kiçik uşaq otağıdır. Burada bir dənə otaqdır. Yəni burada da əşyalar var. Bütün bu əşyalarla bir yerdə, dostlar. Bütün gördüyünüz təchizatla bir yerdə. Bu evin qiyməti 210.000 manata deyilir. 210.000 manata deyilir. Real alıcı olsa, müştəri olsa, yaxın gəlsə, söhbət eləyib 3 manat aşağı, 5 manat yuxarı danışmaq olar. Telefon nömrəmiz 050 321 45 02. Əlaqə saxla, bu ev sənin olsun. Dədə balası.